Ölkədə istixanaların sayında azalma müşahidə olunur. Buna səbəb artan xərclər və xarici bazarda rəqabətin yüksəlməsidir. Bu da yerli sahibkarları olduqca narahat edir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. 2023-cü ildə isə ölkədə 3228 vahid istixana var idi. Bu da onu göstərir ki, ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. Salyan rayonunda da istixanaların sayında azalma var. Fermerlər bunu əsasən istixanalara verilən güzəştsiz qazın qiyməti ilə əlaqələndirirlər. 10 ildən çoxdur istixana işləri ilə məşğul olan Salyanın Qarabağlı kənd sakini Elim Əlicanov istər xarici, istərsə də yerli bazar üçün pomidor yetişdirir. Bugün onun da qarşılaşdığı problem eynidir. Məhsuldar pomidorlar əkirik, yaxşı bir məhsul çıxardırıq. Xərcimiz çox çıxır buna, dərmanla bağlı, bahadır, bir də qazla. Havalar kəskin keçdiyinə görə çox soyuq keçir, biz qaz yandırırıq bunun içində. Günüz yandırmamalıyıq, amma əslində bu hava sərt keçəndən biz günüz də yandırmışıq. Kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi çəkiyə malik olan istixanalar da istifadə olunan qazın qiymətinə illərdir güzəşt olunmadığından sahibkarların bu sahəyə olan marağı azalıb. Atoplen sistemi də buna da qaz çox gedir, çox işləyir. Biraz qazla bağlı ucuz eləsələr, hamının həvəsi də artar, hamı da panik eləyər. İqtisadçı ekspert Elzam Mehdiyevin sözlərinə görə istixana sahibləri xərclərini güzəştsiz qarşılayırlar. Sonda isə fermerin qazancı ya az olur, ya da qazanc götürə bilmir və böyük borcları yaranır. İstiliklə bağlı sahibkarların problemləri çoxdur. Məhsuldarlığı əldə etmək üçün istilik önəmlidir istilikxanada. Onun üçün də qazın baha olmasıdır. İstiliyin yüksək olmaması, istənilən vaxtda o istiliyi verilməməsindən bağlı sahibkarlar həmişə narazılıq edir. Təklif edərdim ki, sahibkarları nəzərə alsınlar, qaz qiymətlərini, yanacağın qiymətini sərfəli qiymətlərə nizamlansın. Düşünürəm ki, sahibkarların qaz sərfiyyatının ucuz olmasından bağlı marağı olacaqdır bu sahəyə. Ekspert bildirir ki, istixanalara verilən qazın qiymətini edilən güzəşt həm də yerli məhsulun Rusiya və Türkmənistan bazarlarında daha böyük yer tutması ilə nəticələnə bilər. Bu da istixana sahibləri üçün daha çox gəlir deməkdir. Əyyub Məmmədov, Kürsəli Məmmədov, Salyan.